Hər şeyin dəyişməyi günəşdəki partlayış ilə başlayır. Gecə qonşumuz bizə gəlir və əmi oğlusundan pis xəbər aldığını bizə bildirir. Günəşdə partlayış və insan olmayan varlıqların peyda olduğunu bizə deyir və yalnız qalmağın heç yaxşı olmayacağını bildirir. Ailəmi bir dostuma tapşırmışam və bir günlük sizdə qalacam, bu məsələni səhər ətraflı şəkildə danışaq deməsi ilə bizim hekayəmiz burada yavaş-yavaş başlayır. Televizorda verilən xəbərləri görürük və insanlara xəbərdarlıq olunur ki, istilik 50 dərəcəni keçibdi, bayıra çıxmayın və evinizdə qalın. Səhər bizimlə eyni xəbərləri eşidən qonşumuz, görürsən, dediyim məlumatların hamısı doğruymuş, deyir. Evdə tək qalmağın təhlükəli olacağını, buna görə də qapımıza gələn insanları birbaşa evə almalı olduğumuzu deyir. Və əgər qapımıza qorxulu görünüşlü bir insan gəlsə və tək olduğumuzu soruşsa, ona yox cavabını verib göndərməyimizi bildirdi. Dəyərli qonşumuzdan sonra evimizə bir çox insan gəlmək istəyir. Və biz yalnız qalmamaq üçün doğru insanı seçib götürməliyik. Bu insanlardan bəziləri cadugar, hətta LGBT üzvü və üzünü görmədiyimiz Uzun Həsən də var. Xəbərlərin bizə verdiyi məlumatlara görə bəzi insanları içəri almaq olmaz və onlardan ehtiyatlı olmaq lazımdır. Pəncərədən çölə baxıb yavaş-yavaş itib gedən həyatları görürük. Digər bir pəncərədə isə qorxulu bir sifətin bizə baxdığına görə itib gedəcək bir həyatın bizim də həyatımız olduğunu anlayırıq. Yalnız qalmamaq üçün evimizə Uzun Həsəni və cadugarı və ümumiyyətlə nə olduğu bilinməyən insanları belə evimizə ala bilərik. Və əgər aldığımız insanlardan şübhələniriksə, onları birbaşa uğurlaya da bilərik. Ancaq ehtiyatlı olmaq lazımdır. Çünki verdiyimiz qərarlar bizim də sonumuzu gətirə bilər.